Salam balaca rəssamların və rəssamlığa maraqlı olanlar, bu günləri icmalı bir dənə sual atmışdım. Sual deməyim də, sual idi də. Demişdim ki, yəni əlinizdə bir şans olsaydı, rəsmləriniz yəni canlansaydı, çəkəcəyiniz ilk şey nə olacaqdı? Sözün açığı belə idi və əksəriyyəti də həm duyğusal cavablar aldım da, çox fərqli bir şey gözləyirdim, amma belə cavablar aldım. Ümumi zaten baxmışam suallara, nə yalan deyim, əsas eləyəndə görürəm də istər-istəməz oxuduqlarım var falan. Sırf gözlədiyim cavablar da vardı ki, mən bunu gözləyirdim. Onlar da vardı. Çox da uzatmayaq. Çox da adam yazmamışdı. Nə olsun ki, biz 7 minlik bir ailəyik. Yaza 13 nəfər yazdı. Eyb yox. Yenə də şükürlükdür deyib videonu çəkəcəm. Bir nəfər də yazsaydı mən o videonu çəkəcəydim. Davam edirik. Həyatın daha gözəl və təbiətin daha canlı olmasını və insanların bir-biri ilə mehriban olmasını. Əslində bu mümkündür, amma mümkün də deyil. Reallıqdan danışsaq. Mehriban insan, təbiətin gözəlliyi, hər şey insan özündən də asılıdır bəzi məqamlarda. İnşallah elə bir dünya olması üçün çalışaq reallıqdan. İnşallah yaxşı olar. Biri yazıb pul, pul. Bəli. Rəhmətə getmiş babam. Belə yazanlar da var idi. Allah ilk növbədə ölənlərinizə rəhmət eləsin. Yaşasaydılar, neynə, yəni yaşam ölüm. Həyatı dəyərli eləyəndə məhz bunlardır. Kimlə bir xatirən varsa, yəni o hələ yaşayan müddətdə o xatirələri yığmaya çalışmışlar. Bilirəm, həyatdır, ölüm haqdır. Nəsə, küçədəki heyvanlar üçün istisna cavabı bana çox xoşuma gəldi. Yəni məncə çox şirin bir. Mən ümumi baxıram, mənim izləyəcəyim əksəriyyəti çox belə minniş uşaqlardır da, yəni gözəl qəlbli minnətlardırlar. Pul yazanlar normal bir şeydir, qınamıram. Puldur da yəni. Aha. Bir nəfər çox şey yazıb. Sözün düzü çox şey istərdim, çəkərdim deyir. Birincisi, milyarder olub bütün kreditlərimin bitməsi. 30 min. Bir dəqiqə, sən neçə yaşın var? 30 min kreditini alır mısın? Niyə 30 min götürmüsən? Bir dənə də yazıb. Məhlə evimdə çöldə qalan itimlə. Ponçiklə yaşamağı. Ponçiyi itirib. Yəni itini itirib. Yəni itirib deyəndə ölüb. Məndə də bizim pişiyimiz vardı, şəklini qoyaram burada. Nə bilim, adam pis olur. Həqiqətən adicə bir heyvandır da, o yaşayan bir canlıdır. Onun yoxluğu da belə adama təsir edir. Qaldı ki, bir insan, ondan ünsiyyəti, ona yaşadığım hisslər falan. Bibim ilə babamı görmək, ikisi də rəhmətə gedib, Allah rəhmət eləsin. Bir də çox kövrəkli videoya döndü, yəni maraqlı video etməyə çalışırdım. Eyb yoxdur. Bir də dizayner olmağı. Öz otağımın olması, qardaşımla bir otaqda qalır. Yəni yatırıq belə deyir. Mən də qardaşımla bir otaqda yatmışıq, amma indi onun üçün darıxıram, uzaqdadır. Hər şeyin qədrini bilir. Bir dənə bunu deyirəm. Dizayner olmağı, yəni özümü çəkib altında yazılar yazırdım. Yəni dizayner, inşallah olarsan. Bir dəqiqə, 30 min kreditin var, amma hala dizayner falan olmamışsan. Neçə yaşın var sənin? Mənə düzündə. Psixoloji şiddət uyğulayıram uşağa. Gələcəkdə açmaq istədiyim klinikanı və özümü ağ xalata çəkərdim. İnşallah olarsan. Psixiatr olmaq istəyir. İnşallah olarsan. Biri yazıb Van Gogh. Yəni Van Gogh'u çəkib onu diriltməyi istəyirdiniz. İnanırsınız, həyat və yaradıcılığına baxanda Van Gogh'un ürəyim yandığı bir rəssamlardan biridir. Ümumiyyətlə rəssamlardır, sənət sevən insanlardır. Onların həyatı çox dramatik olur. Bizim həyatımız elə olmasın deyib şükür eləyək. Yəni Van Gogh fikirləşim, çox gözəl əl işlər yaradıbsan və bunu nə satmısan, nə sərgin olub, yaşayan müddətdə deyirəm Yəni nə də bir dəyər kimi baxılıb da. Yəni bu biraz, yəni heç kim ona demir ki, sən nə qəşəng çəkirsən və ya başqa bir şey. O sadə çəkirdi və çəkirdi. Daha yaradıcı bir şey nə gəlir? Yəqin ki, İsa peyğəmbəri. Bilmirəm niyə, özü də bilmirəm niyə. Onu çəkməyi çox istərdim. Şəklini də qoyaram İsa peyğəmbəri. Pul, təbə ulaşım yazıb pul. Bəli, para. Özümü 25 yaşında bir rəsm müəllimi kimi çəkərdim. Niyə 25? Çək 24, 22, 23, yox. 4 il oxuduqda 23 yaşında məzun olursan. Başqa, inşallah olarsan, inşallah arzularına çatarsan, olarsan, niyə də olmayasan. Bala pişik, yəqin pişik ölüb, ona görə bala pişik çəkir. Belə başa düşdüm. Bala pişik çəkərdim. Çoxlu boyalar, bax. Bir rəssamın istəyəcəyi şey. Çoxlu boyalar, rəsmlər, qələmlər, kətanlar, rəsm sözü yox idi, kətanlar və bir dizayner çəkərdim. Çünki bir dizayner olmaq istərdim gələcəkdə. İnşallah olarsan, niyə də olmayasan. Çalış, vuruş, neçə yaşın var?
yəqin balacasan, inşallah olarsan. Aha, bir də yazıb yeni bir dünya yaradıb, oranı daha yaxşı bir yerə çevirərdim. İnşallah hər kəs də bunun üçün çalışır. İnşallah yaşadığımız mühitdə, olduğumuz, yəni kontakta girdiyimiz hər bir insandan nəsə alırıq bu həyatda. Çalışaq ki, həyatımızı özümüz, yəni yaxşılaşdırmaya çalışaq. Bilirəm, müəyyən çətinliklər olur, amma bu çətinliklərə verdiyimiz reaksiya, verdiyimiz qərarlar bizi biz edir. Yəni bu həyat sənin özünün axtarışın olmalıdır. İnşallah hər şey yaxşı olar. Maraqlı bir video etməyə çalışdım. Bilirəm, video çox qısa oldu. Ev yox, 13 nəfər yazdı. Çox bir yorum gözləyirdim. Maraqlı bir fikir idi mənim üçün. Mənə soruşsanız, nə çəkərdiniz o canlanması üçün? Yəqin çəkdiyim bir əl işini, sevdiyim bir mənzərənin içərisinə daxil olmağı, ora getməyi və oradakı sevdiyim insanları orada yenidən canlandırmayı və orada yeni bir həyat, bəlkə elə bir şey eləyə bilərdim. Amma nə bilim, adam bir qəribə olur. Bu sual verəndə mən özüm nə qədər fikirləşdim. Əslində belə cavablar gözləyirdim. Əsasən də pul cavabını gözləyirdim. 100%, 99%. Amma fərqli şeylər də gözləyirdim. Nə bilim, hər bir insan etdiyi şeylərin canlanmasını, dəyərə bilməsini istəyir. Əslində rəssamlıqda bu dəyərə bilməklə, dəyərinin bilinməsi ilə əlaqəli bir şeydir. Rəssam əl işini çəkir, təsvir edir və bu insanların həyatına toxunması üçün, bir məna kəsb etməsi üçün, yəni inşa edir deyək bir sözlə. Hər şey yaradanın əlindədir. Çalışaq ki, olduğumuz həyatı özümüz üçün ideallaşdıraq və gözəlləşdirək və yaşayanların qədrini vaxtında bilək, onlara dəyər verək. Vaxtsız ölümdən də uzaq olsun hər kəs. İnşallah hər şey ürəyinizdə olsun. Az oldu, öz oldu, özümüz oldu. Digər videolarda görüşənə də hələlik özünüzə yaxşı baxın.